Deməli, korrupsiyanın əlaqədar olan hüquq pozmalar bilavasitə ikiyə bölünür. Bunun biri korrupsiya hüquq pozmalarıdır. Digəri korrupsiyaya şərait yaradan hüquq pozmalardır. Bu qanunda toplam 7 hüquq pozma müəyyənləşir. 7 hüquq pozma müəyyənləşir və 13 şərait yaradan hüquq pozma müəyyənləşir. Bizim üçün daha vacib olanı korrupsiya hüquq pozmalarını öyrənməkdir. Bunu qanundan əzbərləmək lazımdırmı? Bəzən orada cümlələri başa düşmürlər, amma sonda şəkilçi ilə, orada hansısa bir açar sözlə yadda saxlayırlar. Amma Dövlət İmtahan Mərkəzindən salınan suallarda bu praktika üçün doğrultulur. Yəni, axırında heç cümləni oxumadan axırı si şəkilçilərinlə yadda saxlayırlar və makməklə ki, belədir. Xeyr, bu qətiyyən keçərli bir metod deyil. Deməli, burada nəyə diqqət edirik? Birinci növbədə standart tamam elədiyi səhv. Elə düşünürlər ki, burada bilavasitə sözü birinciyə aiddir. Yəni, bəzən belə bir qruplaşdırma edirlər ki, bilavasitə korrupsiya hüquq pozmaları və korrupsiya ilə şərait yaradan hüquq pozmaları. Bu yanaşma da yanlışdır. Yəni, burada hər ikisi, baxın, burada korrupsiya hüquq pozmaları və korrupsiyaya şərait yaradan hüquq pozmalarının hər ikisi bunlar bilavasitə korrupsiya ilə əlaqəli hüquq pozmalardır. Oldu mu? Yəni biz korrupsiya hüquq pozmalarını da görsək, korrupsiyaya şərait yaradan hüquq pozmalar da görsək, hər ikisinə bilavasitə korrupsiya ilə əlaqəli hüquq pozmalardır deyəcək. Sadəcə korrupsiya hüquq pozması başqadır, korrupsiyaya şərait yaradan hüquq pozma başqadır. Korrupsiya hüquq pozmaları, buyurun, hansılardır və biz 7 hüquq pozmanın burada mahiyyətini öyrənməliyik. Sonra testlərdən onu seçməyə baxacağıq. Deməli, birinci məsələ, burada mütləq yadda saxlayın ki, burada qeyd yoxdur, burada qıraqda deyirəm ki, bilək bunu. Mütləq şəkildə burada vəzifədən istifadə məsələsi var. Yəni, vəzifəsindən istifadə eləməklə olunur bu hərəkətlər. Yəni, bunun vəzifədən kənar ailəsindən keçirdiyi adi bir istirahət aidiyyəti yoxdur. Məsələn, bir vəzifəli şəxs vəzifəsindən istifadə edərək hər hansı məhsulu ucuz qiymətə alarsa, bu vəzifəsinə görə bu korrupsiyadır. Amma vəzifəsinlə bağlı deyil, məsəl üçün gedir bazarda hansısa bir meyvəni ucuz istəyirsə satıcıdan, buna korrupsiya demək olmaz. Çünki burada vəzifəsindən o istifadə eləmir. Birinci məsələ, əgər vəzifəli şəxs tələb elədisə və ya ona verilən təklifi qəbul elədisə, artıq əməldə korrupsiya var. Və burada cümlələrin tərkibindən kənara çıxmaq lazım deyil. Bu cümləni görən kimi o dəqiqə sual verir. Bəs verən daşımır məsuliyyət. Verən də daşıyır. Qanun zaten onu nəzərdən keçirir ikinci hissədə, ikinci bənddə. Deməli, vəzifəli şəxs vəzifəsini istifadə edərək maddi vəsait demək tələb elədirsə və həmin vəzifəli şəxsə maddi vəsait demək təklif olunarsa və o təklifi qəbul edərsə, bu əməllər vəzifəli şəxsin əməlləridir. Bu əməl korrupsiyadır. Yəqin ki, burada başa düşülməyəcək bir şey yoxdur. Yenə də sual varsa deyin. İkinci məsələ, həmin o qarşı tərəf, həmin o vəzifəsiz adamlar var idi, təklif eləyəm. Baxın, vəzifəli şəxsə təklif olunur, hansısa bir işi görüb görməməsi müqabilində ona nəsə vəd verilir, bu əməl artıq korrupsiyadır. Üçüncü və dördüncü əməllər dolayısıyla 1 və 2-nin demək olar eynisidir. Sadəcə burada baş rolda vəzifəli şəxs deyil, vəzifəli şəxsə təsir edə bilən bir adamdır. Onun yaxını olsun, onun hansısa sözünü yerə belə sala bilməyəcək bir qohumu olsun, hər kimsə. Vəzifəli şəxsə təsir edə bilən biri tələb edir və təklif edir də, diqqət edirsiniz, eynən bu birinci kimidir, sadəcə tələb edir, üstündə xətt çəkilir. Niyə? Çünki vəzifəli şəxsə təsir edə bilən adam vəzifəli şəxs deyil, heç bir məqam sahibi deyil və o heç nə tələb eləyə bilməz. Onun tələbinin onsuz bir əhəmiyyəti olmaz. Amma ona nəsə təklif olunarsa, ki, məsəl üçün, hər hansı vəzifəli şəxs, A adlı vəzifəli şəxs, bu B adlı vəzifəli şəxsə təsir edən adamdır. Biz də gətiririk, bu B adlı adama təklif edirik, küllü miqdarda pul təklif edirik ki, bəs sən, misal üçün, dayınla bu işi həll edədə, apar dayına ver, bizim bu işimizə. Bu adam, bu B adam, əgər bu təklifi qəbul elədisə, artıq əməl korrupsiyadır. Dördüncüdə isə
Həmin bu C adlı verən adamın biz bilirik ki, vəzifəli şəxsə vermək zaten korrupsiyadır, amma burada görürük ki, təsir eləyənə də təklif eləmək, vəd vermək yenə korrupsiyadır. Sən yenə də pulla işini dövlətdən gizlin aşırmaq mı istəyirsən, hər nə tərsə eləmək istəyirsən. Aydındır, dördüncüyə baxanda yenə görürük ki, vəzifəli şəxsə təsir edə bilənə də təklif olunarsa, vəd verilərsə, eynən vəzifəli necə təklif olunursa, ona təsir bu əməllər korrupsiya əməlləridir. 4 dənə korrupsiya hüquq pozmasını artıq bilirsiniz. Çətin bir şey yoxdur. Təklif eləmək, vəd vermək, qarşı tərəfin də onu götürməsi. Sadəcə bunu yadda saxlayın. Vəzifəli şəxsə təsir edə bilən adam vəzifəli şəxs deyil. O heç bir məqam sahibi deyil və onun nəsə tələb eləmək imkanı zaten yoxdur. Dördüncü, daha doğrusu beşinci, hər hansı maddi və sair qiymətləri bazar qiymətindən aşağı və haqqı ödəmədən əldə etmək. Bəli, vəzifəli adamlar hansısa A adlı vəzifəli adam, hansısa bahalı brend mağazinlərə girir və həmin o mağazinlərdə kostyumlar, ayaqqabılar, hansı ki, baha və brend məhsullardır, hamısı ona pulsuz və ya çox ucuz qiymətə verilir. Təbii ki, indi satıcılar, o mağazini işlədənlər bundan qorxur və o formada verir. A da hamısını qəbul edir. Yəni, belə də olmalıdır, amma sən həmin o mağaza sahibinin ya pulunu aldın, ya malını aldın, bu elə korrupsiya hesab olunur. Ona görə deyir ki, vəzifəsindən istifadə etməklə hər hansı məhsulu ucuz bazar qiymətindən və pulsuz şəkildə haqq ödənilmədən əldə etmək, bunlar korrupsiya hüquq pozmalarıdır. Altıncı, renta, icarə, royalti, qiymətli kağız. İndi qanunda bu daha geniş yazıb da biz burada qısa yazmışıq. Qanunvericiliyə zidd olaraq gəlir götürmək. Əslində, biz dövlət qulluğu haqqında qanun keçəndə görəcəyik ki, dövlət qulluqçusu icarədən, rentadan gəlir götürə bilir. Gəlir götürə bilir. Orada royalti yoxdur, bəli. Gəlir götürə bilir. Amma təbii ki, qanunverici uyğun şəkildə. Qanunverici zidd bunlardan gəlir götürmək nə deməkdir? Məsəl üçün, bir məktəb direktoru təsəvvür edin. Müəllimlər otağından bütün müəllimləri çölə çıxardır və oranı gətirib Rəhman müəllimə arendaya verir ki, gəl burada dərsini keç, mənə də aylıq arenda verərsən. İcarəyə verir mənə. Bu qanunsuz icarədir. Ora icarəyə verilə bilməz. Əgər sən vəzifəndən istifadə edirsənsə, məsəl üçün, hansısa kənd təsərrüfatı idarəsinin rəisidir, orada nə qədər orada texniki vasitələr, traktorlar və s. Onlar əslində şeylər üçündür də, bu kəndli fermerlər üçündür də. Amma onlara vermədən qıraq adamlara başlayırlar bunu arendaya verməyə. Gündəlik arenda verir, aylıq arenda. Bunlar hamısı qanunsuz arendadır, qanunsuz gəlirlərdir və bu formada qanunverici zidd olaraq icarədən qiymətli kağızlardan gəlir əldə eləmək korrupsiya hüquq pozmasıdır. Yedinciyə baxırıq, qanunsuz əmlakdan özü və ya üçüncü şəxsin xeyrinə istifadə eləmək. Uşaqlar, qanunsuz əmlak əslində nə olmalıdır? Qanunsuz əmlak dövlətə təhvil verilməlidir, düzdürmü? Məsəl üçün, gömrükdə işləyən bir gömrük növbə rəisi həmin axşam bir əməliyyat vaxtı məlum olur ki, 3 tır böyük maşın xərcləri aşkar ediblər və sənədləri yoxdur, qaçaqmal hesab olunur. Və bu qaçaqmal nə olmalıdır? Qaçaqmalçı hər kimdirsə istintaq orqanlarına təhvil verilməlidir və daha doğrusu gömrük özü belə yer gəlmişkən cinayət işi araşdıra bilir. Və həmin o qanunsuz əldə olunmuş bu xərcləri də dövlətə təhvil verilməlidir. Müsadirə olunaraq dövlətə keçməlidir. Amma uşaqlar, gömrük məmuru nə edir? Deyir ki, 2 tır mənim, bizim evimizə gedir, bir tırını da apar sat. Mən də bu tırları görməmişəm. Bu məsələ, düzdür, burada artıq iki fərqli əməl yaranır, qaçaqmalçılığa da şərikdir o, amma nağdı əməldə artıq korrupsiya da var. Qanunsuz əmlakdan özü və ya üçüncü şəxsin xeyrinə istifadə var. Aydın oldu burada? Yəni, bu 7 dənə korrupsiya pozması əslində qanunda da çox rahat bu cümlələri bu formada biz başa düşürüksə, qanunlarda biraz bunun daha bəzəkli versiyası yazılır və indiki praktikaya görə daha çox bunlarla bağlı situasiyalar düşür. A adlı şəxs falan vaxtı növbədə olarkən belə bir şey oldu və s. Sən baxırsan əməldə qanun, məsəl üçün, ta ki, filan kəs getdi, hansısa qida təhlükəsizliyi əməkdaşı getdi, mağazada baxdı ki, vaxtı keçmiş konfetlər satılır, şirniyyatlar satılır. Nə olmalıdır? Bunlar məhv olunmalıdır da. Xeyli məbləği var, xeyli bahalı Polşadan gəlmə şirniyyatlardır və aparıb onları yandırılmalıdır, məhv olunmalıdır, torpağa basırılmalıdır. Həmin
Aparıb basırma anında yalandan aktlaşdırılır ki, bu qədər məhsulu basıldı. Amma əslində altdan qara bazara ucuz qiymətə satır. Bu da artıq qanunsuz əmlakdan gəlir əldə etməkdir. Yəni, qanunsuz əmlakdan gəlir əldə etmənin bir çox nümunəsini göstərə bilərik. Amma hər bir halda baxın, bu 7 əməl korrupsiya, hüquq pozmasıdır. Təbii ki, bu əməllərə biz korrupsiya hüquq pozması da deyirik. Amma bəzən testlərdə qarşınıza uşaqlar korrupsiya ilə əlaqəli hüquq pozma kimi də çıxa bilər. Oldumu? Onsuz da korrupsiya hüquq pozması da, korrupsiyaya şərait yaradan hüquq pozma da hər ikisi korrupsiya ilə əlaqəli hüquq pozmadır. Gəlin bu hüquq pozmalara bir də qanunun bizə göstərdiyi kimi baxaq. Qanunda bizə bunu necə göstərir? 9-cu maddədə bizə deyir ki, korrupsiya ilə əlaqəli olan hüquq pozmalar iki yerə bölünür. Bir, korrupsiya hüquq pozmaları, bir də korrupsiya şəraitləri. Korrupsiya hüquq pozmaları aşağıdakılardır. 7 hüquq pozma var burada. Baxın, deyir, vəzifəli şəxs xidməti vəzifəsindən, səlahiyyətləri ilə bağlı hər hansı hərəkətin edilib və imtina müqabilində özü yaxud üçüncü şəxslər üçün birbaşa dolayı yolla maddi və digər nemətlər tələb eləməsi, əldə eləməsi oldu və verilən vədi aydındır. İkinci məsələ də həmin o vəzifəli şəxsləri maddi və sair nemətləri təklif eləmək, vəd vermək. Yenə deyirəm, uşaqlar, belə bir şeylər edirlər. Axırını o şəkilçilərlə yadda saxlayır ki, da mən şəkilçini gördüm, seçirəm. Şərait yaratmada məhkəmədir. Bu mənasız bir şeydir. Dövlət İmtahan Mərkəzi bunu deşifr eləyəndə 10 il bundan qabaq idi. Bir də var vəzifəli şəxsdən. Baxın, burada belə bir məsələ də var. Diqqətli olun. Qanunverici ciddi olaraq gəlir götürməsi. Bunu görən kimi artıq görəcəksiniz vəzifəli şəxs. Təbii ki, bayaq əvvəldə dediyim kimi xidməti vəzifələrindən istifadədən burada söhbət gedir. İndi gəlirik uşaqlar korrupsiyaya şərait yaradan hüquq pozmalar. Şərait yaradan hüquq pozmalar əməldə korrupsiya birinci görünmür. Amma hamısı yenə də qanunsuz əməllərdir. Əslində korrupsiya hüquq pozmaları 7 dənə hüquq pozmanı yaxşı biləndən sonra şərait yaratma onsuz da onların içindən seçilir. Məsəl üçün, baxaq. Xidməti vəzifəsini yerinə yetirdiyi dövrdə digər ödənişli vəzifə tutmaq və fəaliyyət növündən məşğul olmaq. İndi bu əslində hamıya aid deyil. Eləsi var olar, eləsi var olmaz. Amma hər bir halda qadağan olmuş vəziyyətdə bu işlə məşğul olsan, korrupsiyaya şərait yaradırsan. İndi biz 7 dənə hüquq pozmanı yaxşı biləndən sonra pul təklif eləmək, pul tələb eləmək, qanunsuz əmlakdan sonra bir də baxırıq ki, başqa bir vəzifə tutmaq, ödənişli vəzifə. Təbii ki, buna biz korrupsiya yox, şərait yaratma deyəcəyik. Uydurma şəxslər adı altında sahibkarlıq fəaliyyətindən məşğul olmaq. Təbii ki, buna şərait yaratma deyir. Çünki hüquq pozmanın içində düzdür, qanunsuz hərəkətdir, amma şərait yaradan qismində gedir. İkinciyə baxırıq. Kimlərəsə kreditlər, güzəştlər almasına qanunsuz kömək eləmək. Baxın, qanunsuz kömək eləmək. Tutaq ki, bir kənd təsərrüfatında işləyən bir yoldaşın hansısa kəndli fermerə dotasiya almağına kömək eləməsi əslində ruslar demiş, blaqarodlu bir hadisədir, hərəkətdir. Yəni, yaxşı bir hərəkətdir də sən vətəndaşa kömək edirsən. Amma biri də var, kiməsə düşmür belə bir şey, yalandan deyirsən ki, sənin adına güya fermersən, dövlətdən pul alaq, onda bölərik. Sən kiməsə qanunsuz kömək edirsən dövlətdən subsidiya almağına və s. Bax, bu korrupsiyaya şərait yaradır. Sonra dördüncüyə baxaq uşaqlar. Səlahiyyətlərinə dair olmayan məsələlərə qanunsuz müdaxilə etmək. Mütləq şəkildə burada baxın, Dövlət İmtahan Mərkəzi salar, qanunsuz sözünü qoyar. Qoymaz. Bu yanlış. Məsəl üçün, yol polisi hər hansı bir parkın qırağından keçəndə baxır ki, bir nəfər digər nəfərə xətər yetirir, zədə yetirir, hətta üzərindən soyuq silah çıxardaraq ona zərər vermək istəyir. Yol polisinin əslində səlahiyyəti o deyil. Yol polisi yol təhlükəsidir. Amma yol polisi burada müdaxilə etməyə haqlıdır. Düzdür, səlahiyyət dairəsinə aid olmasa da belə, sadəcə burada qanunsuz müdaxilə deyil. Başa düşdünüz? Qanunsuz müdaxilə tamam başqa bir şeydir. Zəng edirsən gömrək ki, oradan filan maşınları bıraq filan, sən nəyinə lazımdır? Belə məsələlər qanunsuz müdaxilədir. Ona görə bizdən qanunsuz sözünü qoymaz. Deyir, səlahiyyət dairəsinə aid olmayan məsələ müdaxilə, xeyr, ona biz şərait yaratma deyənmərik. Qanun da elə demir zaten. Şəxsi maraqlarına aid işlərin məsələsinin həllinə təsir etmək təbii ki, korrupsiya şərait yaradan hüquq pozmadır.
Normativ haqqları qəbul edəndə kiməsə təyinatına aid olmayan üstünlük vermək. Məsəl üçün, sən normativ haqq qəbul edirsən, yoxlayıcı orqan A orqanı olmalıdır, sən yoxlayıcı orqanı B orqanı kimi qeyd edirsən. Niyə? Çünki B orqanı sənə daha tabe orqandır, sən o B orqanına tapşırıqlar verə bilirsən. Ona görə təyinatına aid olmayan üstünlüklərin verilməsi şərait yaradır. Ona tabe olanların işi üzrə nümayəndə qismində çıxış eləmək. Təbii ki, nümayəndə qismində çıxış eləmək ona tabedir. Deyək ki, burada nümunə göstərək də A şəxsi var və deyək ki, B şəxsi var. Bu A şəxsinin B şəxsindən problemi var və B şəxsi də onunla üzləşəndə belə deyim, gedir A şəxsində qorxduğu, tabe olduğu bir C şəxsini tapır. Əgər artıq C şəxsi B-nin nümayəndəsi kimi A ilə üzləşəsi olsa, A C-yə tabe adamdır. O dəqiqə geri duracaq və C nə desə o da olacaq. Ona görə də ona tabe olanların işi üzrə, bax bu C adamının A ona tabedir deyənə, ona görə hər hansı bir işlə B-nin nümayəndəsi kimi gələ bilməz. Onsuz da belə məsələlərə nə məhkəmədə, nə heç harda, nə inzibati icraatda asıllıq, tabeçilik varsa icazə verilmir. Çünki burada artıq A neytrallaşır. A-ya nə desələr razılaşacaq. Ona görə belə məsələlər korrupsiya şərait yaradır və burada bir çox şeyə göz yumula bilər və s. və ilaxır. Hər hansı məlumatlar 8-ci. Hər hansı sənəd dalından gəlmiş, o sənədləri bizə vermək istəmir. Gecikdirir, qəsdən, güya yoxdur sənədlər yerində. Süründürməçilik də bir sözlə. 9-cuya baxırıq, hər hansı lazım olmayan sənədi tələb eləmək. Məsəl üçün, bir dənə kimliklə verilə bilən sənədi deyirlər ki, get 7 nəsil dönəminin doğum şəhadətnaməsinin kötüyünü tap, gətir. O adam deyir ki, bəs mənim babam itkin düşüb. Deməli, bunun məqsəd var da, sadif bir 200 manatı göstərsə, deyir ki, hə, yaxşı, o gərək eləyə bilirik. Ona görə də qanun deyir ki, lazım olmayan sənədləri tələb eləmək İnzibati Xətar Məcəlləsində də var, bunun cəriməsi var. Orqanın maliyyə vəsaitlərini qanunsuz olaraq yenə də baxın uşaqlar, digər siyasi partiyalar. Çünki siyasi partiyalar seçki məcəlləsinə görə onlar təşviqat işlərini aparmaq üçün əslində dövlətdən pul alırlar. Amma burada deyir ki, qanunsuz olaraq onlara daha başqa dövlət orqanlarından maliyyələr köçürülür. Başa düşdük? Yəni, əslində birdən burada cümlə görərsiniz ki, orqanın balansında olan, ümumiyyətlə, hər hansı bir dövlət orqanı, məsələn, MSK dövlət orqanıdır, orqandan siyasi partiyalara maliyyə vəsaitləri vermək. Bu korrupsiya deyil. Seçkin məcəlləsində bu zaten proporsional qaydada nəzərdə tutulur. Amma qanunsuz olaraq hansısa partiyalara burada maliyyə vəsaitləri ötürmək, yardım eləmək artıq şərait yaradır. Yenə də eynisi, qanunvericidə nəzərdə tutulmamışdırsa, uşaqlar, orqan və qurumların maliyyətini, yenə də maliyyə vəsaitlərini qeyri-dövlət orqanlarına vermək. Əslində, dövlət orqanlarından qeyri-dövlət orqanlarına qanunvericiliklə yardım və ya hər hansı tenderlə bağlı maliyyə vəsaitləri köçürülə bilər. Amma burada deyir ki, qanunvericidə nəzərdə tutulmayan vəziyyətdə, yəni gizlin şəkildə qanunvericidə belə bir şey nəzərdə tutulmuyor, amma dövlət orqanından qeyri-dövlət orqanlarına pul axır. Deməli, bu hansı cibə gedə bilər. Süni maneələr yaratmaq, aydın elə adını görən kimi, dəyəç əvvəlini oxumaya bilərsiniz. Süni maneə yaratmaq varsa, deməli, burada korrupsiya şərait yaratma var. Sahibkarlıq fəaliyyətinə bağlı səlahiyyətləri hansısa hüquqi şəxslərə qanunsuz olaraq vermək. Tutaq ki, hansısa bir şirkətə qanunsuz olaraq dövlət orqanı get digərlərini yoxla, filan elə bir səlahiyyət verir. Təbii ki, həmin o şirkət digərlərinin başına oyun açar. Düzdürmü? Təsəvvür edin ki, 10 dənə şirkət var. Sən şirkətin birinə ayrı seçkilik eləyirsən, ona səlahiyyət verirsən ki, digər şirkətləri sən yoxla, gör hər şey onlarda qaydasındadırmı? Təbii ki, burada şərait yaratma olacaq. Şərait yaratmaları bir dəfə oxuyanda bizə bəs edir. Burada nəsə əzbərləmək, nəsə heç nəyə ehtiyac yox. Sadəcə olaraq şərait yaratmalarda baxın ki, cümlələrdə problem var. Məsəl üçün, kiməsə deyir, təyinatına aid olmayan üstünlük vermək, birdən yazar təyinatına aid olan üstünlük. Təbii ki, burada heç bir problem yoxdur. Tutaq ki, deyir ki, siyasi partiyalara qanunsuz maliyyə vəsaitlərini vermək. Qanunsuz sözü orada yoxdursa, deməli cümlədə problem də yoxdur. Aydındır mı? Məsələn, biri var deyir, artıq sənəd tələb eləmək, bir də var deyir ki, lazım olan sənədləri tələb eləmək. Cümlə onsuz da hüquq pozmadan ayrılır. Hüquq pozma, 7 hüquq pozmanı yaxşı yadda saxlayandan sonra bizim belə bir problemimiz qalası deyil. Hüquq pozmaları bir də gözdən keçiririk, vəzifəli şəxs tələb edir, təklifi qəbul edir, vəzifəli şəxsə təklif olunur, eynisinin vəzifəli şəxsə təsir edən üzərindən gedirik, vəzifəli şəxsə təsir eləyə bilən təklifi qəbul edir. Təbii ki, bu vəzifəli şəxs deyil deyə
tələb eləyə bilməz. Vəzifəli şəxsə təhsil edilənə təklif olunur. Hər hansı maddi və sair qiymətə, bazar qiymətindən aşağı əldə edilir, təbii vəzifəsindən istifadə etməklə, rentadan, realtidən və s. qanunvericilik gəlir və qanunsuz əmlakdan bunları bayaq hamısını nəzərdən keçirdik. Qaydaq qanunumuza uşaqlar, deməli qanunda 9.4 bəndi var. Bununla bağlı da imtahanda suallar düşür əslində. Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzində suallarda adətən böyük maddələrin axırlarından, hətta möhtərizənin içindən sual salma praktikaları var, çünki heç kim onu oxumur. Deməli, bu qanda olan hallardan başqa, yəni ölkədə olan korrupsiya hüquq pozmaları, korrupsiyanın şəraitlərdən toplamı cəmi 20 dənə bundan deyil. Deyir ki, bu qanundan əlavə vəzifəli şəxslərin fəaliyyətini və statusunu müəyyən edən qanunverici aktlarında yenə də korrupsiya əlaqədar hüquq pozmalar ola bilər. Məsəl üçün, etik davranış qaydaları haqqında qanunda görə bilərsiniz, buna bənzər qadağan olunan hadisələr. Cinayət Məcəlləsinin 33-cü fəslində ümumiyyətlə görə bilərsiniz, rüşvət, nə bilim, səlahiyyət həddini aşmalar filan. Yəni, tək bu qanunla bitmir məsələ, vəzifəli şəxslərin fəaliyyət və statusu müəyyən edilən qanunverici aktlarında yenə də ola bilər. Məsuliyyətlərdən danışaq, məsuliyyətlərdir burada sanksiyalardan yəni danışaq. Bu qanunda ümumiyyətlə məsuliyyətə cəlb olunacaq kimlər var? Deməli, var vəzifəli şəxslər. Artıq vəzifəli şəxslərin kim olduğunu biz ötən dərs danışmışıq, demişik. Sonra hüquqi şəxslər, sonra da fiziki şəxslərdən məsuliyyətindən danışacağıq. Deməli, vəzifəli şəxslər, korrupsiya törətsələr, İstər korrupsiya pozması olsun, istər şəraitlərdən. Yəni, qanunda vəzifəli şəxslər korrupsiya ilə əlaqədar hüquq pozmalar törədərlərsə, əgər, hansı məsuliyyətlər onları gözləyir? Bir, təbii ki, cinayət məsuliyyəti gözləyə bilər. İki, əgər cinayət olmasa, yəni cinayətli səviyyədə olmasa, inzibati qaydada məsuliyyətə cəlb oluna bilərlər. Üçüncü, mülki məsuliyyət daşına bilər. Yəni, mülki hüquqi yazaq. Yəni, mülki hüquqi, mülki məsuliyyət eyni şeydir. Və dördüncü, uşaqlar intizam məsuliyyətinə cəlb oluna bilərlər. İntizam bu deyilənlərin içində ən yüngülüdür. İntizam məsuliyyəti rəhbərlik tərəfindən verilən bir məsuliyyətdir. İntizam məsuliyyəti ən yüngül halda töhmətdir. Ən ağrı da, belə deyək, azad eləmək, işdən kənarlaşdırmaq, azad eləmək. Bu qanunda bu məsuliyyətlərin adı çəkilir. Amma təbii ki, cinayətə hansı qaydada cəlb olunacaq uşaqlar? Yəni, cinayət məsuliyyəti cəlb eləmək o qədər də basit bir proses deyil. Bu adam tutulur, həbs olunur, onların hamısının qaydaları var, neçə saat saxlamaq olar, burada müstəntiq prokurora neçə saat ərzində xəbər verməlidir. Bunun hamısının qaydaları var və bu qanunda yazılmır o qaydalar. Digər müvafiq, məsəl üçün, cinayət prosessual məcəllədə ona görə deyir ki, qaydaları qanunvericiliklə müəyyən olunur. Yəni, daha başqa qanunlarda yazılır. Qanunvericiliklə. Bu qanunda biz sadəcə korrupsiya eləsən, səni cinayət gözləyir cümləsini görürük. Amma qaydası, hansı qaydada olacaq? İnzibatın da eynən qaydası, təbii ki, yenə də müvafiq, yəni inzibati xətalar məcəlləsindən və s. qanunvericiliklədir, yəni başqa qanun deməkdir, başqa qanunlar deməkdir. Qanunvericiliklə. Mülkünün də təbii ki, qaydası yenə də müvafiq qanunvericiliklə müəyyən olunur. Oldu uşaqlar, yəni müxtəlif qanunlarda, qaydalarda olan qaydası var. İntizam məsuliyyətinin qaydası. İndi mənə deyin ki, yuxarıdakı başa düşdük nə deməkdir? Qanunvericiliklə cinayət məsuliyyətinə cəlb olunur. Yəni, bu qanunda biz öyrənirik ki, cinayətə cəlb edirlər. Yenə deyirəm, qanunvericiliklə o deməkdir ki, artıq mötərizədə yazı bilərəm, məsələn, cinayət prosessual məcəllədə olan qaydada. Yəni, artıq sizə sual olsa ki, müəllim, nə ayırırlar ki, bunu? Məsələn, tuturlarmı, həbs alırlarmı? Məhkəmə icraatı mı gedir, orada bir nəfər hakim mi baxır, 3 nəfər mi hakim baxır, neçə il buna cəza vermək olar? Artıq bütün bu sualların cavabı bu qanunda yox, digər qanunlarda, yəni qanunvericilikdə olur. İntizamın qaydası isə burada belə bir maraqlı məsələ var ki, tənzimlənməsi həm bu qanun var burada,
Niyə bu qanun adını burada yazırıq? Çünki bu qanun 4 vəzifəli şəxsin intizam haqqında danışıb ona görə və yenə də digər qanunvericiliklə. İndi baxanda görəcəyik ki, bu qanun intizam deyəndə 4 nəfərin intizamı haqqında maddələr yazıb. Bunun biri hakimdir, digəri bələdiyyələrdir, bələdiyyə seçilənlər, belə deyim. Digəri namizədlərdir, seçkili orqanlara namizəd olanlar. Digərləri də artıq seçilmiş adamlardır. Məsələn, hakimdə bu qanun yazır ki, bu qanun özündə yazılır ki, məsələn, hakim belə bir korrupsiya törədərsə və intizamlıq olarsa, mübarizə aparan orqan məhkəmə hüquq şurasına məlumatı ötürür. Bu qayda bu qanunda yazılıb deyə artıq intizamın qaydalarını bu qanunda deyirik. Məsələn, bu qanunda bələdiyyələr əgər intizamlıq korrupsiya eləyərsə, deyir ki, korrupsiya mübarizə aparan orqan göndərir. Müvafiq seçki komissiyasına, müvafiq mərkəzi seçki komissiyası yox. Artıq müvafiq deyəndə, yəni hardan seç. Həmin o müvafiq seçki komissiyası da 5 gün ərzində həmin dairəyə göndərir ki, cəzasını versinlər. Həmin o quruma göndərir, belə deyək. Namizədlərdə nə baş verir? Seçki məcəlləsindən tədbir görülür. Bir dənə burasını yazır. Düzdür, möhtəməl onların ləğv olunur namizədlikləri filan. Seçilmişlərdə isə bunu Konstitusiyadan bilirik. Deputatlarda nə olur? Seçildiyi orqana göndərirlər ki, bəs onun intizam məsuliyyətinə cəlb eləsinlər. Məsələn, baş prokurorluğa məlumat gedib deputatı tutublar. İndi deputatın əməlində cinayət yoxdur, inzibati tərkib heç hansı yoxdur. Baş prokurorluq deputata töhmət verəsi deyil ki, göndərir seçildiyi orqana, yəni Milli Məclisə ki, onun töhmətini versinlər. Təkrar eləyək, vəzifəli şəxslər 4 məsuliyyətə cəlb olunurlar. Cinayət, inzibati, mülki və intizam. Çox maraqlı biz bunları belə deyirik, amma uşaqlar o gün bir yerdən deyir ki, müəllim, mən bunu cimi ilə yadda saxlayıram. İndi məsuliyyətlərin adları budur. Azərbaycanda zaten bu 4 məsuliyyət var. İndi əlavə bir məsuliyyət də var, amma da başqa məsuliyyət olsa ağla gələ bilməz. Cinayət məsuliyyəti, inzibati məsuliyyət, intizam və mülki məsuliyyət. Daha başqa bir məsuliyyət yoxdur. Bəli, mənə də belə maraqlı gəldi. Cinayətdir, inzibatidir, mülki məsuliyyətdir. Bunların qaydaları qanunvericilikdə müəyyən olunur. Yəni bu qanundan yazılmır. Kim necə cəlb olunurlar, amma intizamın tənzimlənməsi həm bu qanun, həm də digər. Məsələn, dövlət qulluqçusu necə cəlb olunar intizama? O artıq sırf dövlət qulluğu haqqında qanunda yazılıb. Amma bu qanun, bu yenə deyirəm, 4 nəfər haqqında intizamlarının müəyyən şərtlərini dediyinə görə artıq intizamın qaydalarında bu qanun və digər qanunvericilik deyirik. Gəlin baxaq qanun necə təqdim edir bunu bizə. Qeyri-korrupsiya əlaqədar, burada bir məsələni demək yadımdan çıxdı ki, geri qaydaq bu şəkilə. Mütləq yadda saxlayın. İntizam məsuliyyətinə o halda cəlb olunar ki, əməldə 1 və 2 olmasın. Mütləq buna diqqətli olaq. Yəni, intizama qoğaldakı kimi növbə o zaman gəlib çatar ki, bu adam cinayət törədib, əməldə cinayət və Amma adam korrupsiya törədib, əməlində cinayət var, buna 8 il azaddan məhrum eləmə verəcəklər. İntizam kimin yadına düşər ki burada? Düzdürmü? Adam getdi də cinayətlə onsuz. Ona görə də əməldə cinayət və inzibati olmadıqda onda intizam var. Mülkünün aidiyyatı yoxdur söhbətə. Mülkü istənilən digər məsuliyyətlə yanaşı ola da bilər, olmaya da bilər. Başa düşdük? Yəni, məsəl üçün, bir adamın əməlində həm cinayət, həm də inzibati olanda onu təbii ki, cinayətə cəlb edirlər. İnzibati heç ada düşmür. Məsələn, adam öldürən adam maşını sürüb, sürətlə radara düşüb. Bu adam öldürüb də buna 10 il azaddan məhrum edilmə verəcəklərsə, da heç kimin yadına düşməyəcək ki, onun bir də cəriməsi vardır, cəriməni də ödəyər. O yada düşmür. Amma mülkü belə deyil. Başa düşürsünüzmü? Yəni, cinayətin bölünə mülki davalar da ola bilir. Ona görə də uşaqlar, intizam məsuliyyətinə o zaman verilmir ki, əməldə cinayət və inzibati olmasın. Onda intizama növbə çatır. Amma mülkünün söhbəti aidiyyatı yoxdur. Bizdən Allahlar yazar ki, əməldə cinayət, inzibati və mülki olmayanda intizam verilir. Bax, bu səhvdir. Mülkünün aidiyyatı yoxdur. Bir adamın korrupsiya ilə bağlı intizama cəlb olunması üçün onun əməlində 1 və 2-nin olmaması lazımdır. Baxaq, deməli, qanunda necə yazılır bu məsələ? Korrupsiya əlaqədar hüquq pozmalar qanunvericilikdə müəyyən olunmuş qaydada intizam, mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. 9-cu maddə, yəni korrupsiya əlaqədar hüquq pozmalar mülki, inzibati və cinayət yaradarsa, təbii ki, müvafiq qanunvericiliklə olan qaydalara uyğun şəkildə o cəlb olunur o məsuliyyətlərə.
İntizam məsuliyyəti isə baxın uşaqlar deyir həm bu qanun, həm də digər. Niyə bu qanunu burada qeyd edirik? Çünki bu qanun 4 nəfərin intizam haqqında deyir. Aşağıda da yazır ki, baxın deyir vəzifəli şəxslər inzibati və cinayət olmadıqda, bayaq da dedik bunu, xüsusi hallara riayət eləməklə intizama cəlb olunur. Artıq bunun üstündən qısa keçirəm, artıq bayaq da dedik. Konstitusiyada seçilmiş şəxslər və qanunda seçilmiş şəxslər də artıq seçildiyi orqanlara məlumat verir. Korrupsiya mübarizə aparan orqan. Deməli, bələdiyyələrdə müvafiq seçki komissiyasına məlumat gedir. O da materialları ona daxildən sonra araşdırıb 5 gün ərzində seçildiyi orqana ötürür. Seçkili vəzifəli namizədlər belə bir şey eləyərsə, bunlarla bağlı seçki məcəlləsinə uyğun tədbir görülür, uşaqlar. Və nəhayət, hakimlərdə isə nə olur? Hakimlərdə də məhkəmə hüquq şurasına məlumat gedir. Digərləri qaldı, fiziki və hüquqi şəxslər. Onlara da ümumi bir yanaşma eləyək. Uşaqlar, hüquqi şəxs deyəndə yəqin biz başa düşürük. Hüquqi şəxs kimdir? Hüquqi şəxs, müəyyən şirkətlər, müəssisələr, bunlar başa düşülür. Hüquqi şəxslərin əməlində əgər cinayət olmasa, yenə deyirəm, uşaqlar, hüquqi şəxsi biraz düz qəbul edir onların məsuliyyətləridir. Məsəl üçün, bax, tutaq ki, bir nümunə göstərirəm, başqa bir hüquq pozuntu üzərindən. Aksel şirkətində bir əcnəbi işləyir və iş icazəsi yoxdur da bunun. Miqrasiya orqanları gəlir, o əcnəbini tapır. Məsələn, Özbəkistandandır, hardandır. O, həmin o əcnəbi 300 manat, 400 manat deyə cərimələnir ki, sən iş icazən olmadan niyə burada işləyirsən? Onu işə götürən o Bakselin CEO-su hər kimdirsə, o şirkətin də bildiyim rəhbəri işə götürən kimdirsə, onu 1500-2000 manat civarında cərimələyir, belə deyək. Amma Baksel şirkətinin özü şirkət olaraq şirkətə 16.000 AZN cərimə yazılır. Şirkətə yazılır artıq bu. Və heç bir vəzifəli şəxsə yazılmır. Başa düşürsünüz? Onu işə götürən vəzifəli şəxs 1500 cərimələndi onsuz da. Amma şirkətin gəlirinə, şirkətin özünə baxın 16.000 AZN cərimə yazıla bilər. Bu inzibati xətalar məcəlləsinə gəlmişkən. İndi cinayət yoxdursa, nə olacaq? Şirkət qanunla cərimə. Başa düşürsünüz? Qanunla cərimə. Söhbət hansı qanundan gedir? Cinayət deyilsə, inzibati xətalar məcəlləsindən söhbət gedir. Necə? Yox, siz qarışdırırsınız. O məsələ vətəndaş müraciətləri haqqında qanunda məişət zorakılığında cinayət olmayanda tərkibdə artıq məişət zorakılığının qarşısına alması haqqında qanunun müraciətlərə baxılır. Onu biz o qanunda deyəcəyik. Bu ümumiyyətlə məsuliyyətdən söhbət gedir. Baxın, uşaqlar, bir adamın törətdiyi əməl hüquq pozuntusudursa, birinci baxacaqlar, cinayətdirmi yoxsa yox. Cinayət deyilsə, məsələn, Rəhman müəllim marketdə konfet satır, zəhərli konfet, vaxtı keçmiş konfet. Gəlin də açdılar da bu işi, düzdür? Tutaq ki, bu konfetdən kimsə alıb yeyib və ölüb. Bu əməl cinayət tərkibidir. Yox, baxırlar ki, hələ heç kim almayıbdır bundan, sadəcə hələ satışa qoymuşam. Bu da inzibatidir. Başa düşürsünüz? Yəni cinayəti örtürlər. Artıq cinayət məsuliyyəti yoxdur, inzibati xətalar açırlar. Ona görə deyir, cinayət olmayanda qanunla, yəni inzibati xəta ilə yox, orada artıq cəlb eləmə müddəti keçir. Hətta cinayətdə də deməli 2 il, 7 il, 12 il və 20 il ötdükdən sonra mən ortalığa çıxıb desəm ki, filan kəsi mən öldürmüşdüm, mənə məsuliyyət cəlb eləməzlər. Təbii ki, qaçıb gizlənməmişəmsə. Onlar başqa məsələlərdir. Qaydaq dərsimizdə uşaqlar, deməli hüquqi şəxslər əgər əməldə cinayət olmasa, qanunla cərimələnilir. Bu qədər basit bir şeydir. Yox, əgər hüquqi şəxsin əməlində cinayət olsa, artıq yenə də qanunla cərimələnə bilərlər. Diqqətli olaq. Artıq bu qanun əməldə cinayət var deyə söhbət cinayət məcəlləsindən gedir. Cinayət məcəlləsində də cərimələr var. Məsələn, inzibati xətalar məcəlləsinə görə yuxarıda dediyim maksimum şirkətin cəriməsi 50.000 olar. Amma aşağıda cinayətlə bağlı artıq 200.000 AZN bunu cərimələmək olar. Bu çünki cinayət tərkibidir. Bunun cəriməsi daha ağır olur. Deməli, qanunla cərimə ola bilər. Ya da ki, uşaqlar, ya da ki, digər cinayət hüquqi tədbir. Digər cinayət tədbirləri. Digər cinayət tədbirdə nə ola bilər? Hüquqi şəxs zaten 4 dənə cinayət tədbiri ola bilər. Cərimədən başqa ləğv oluna bilər, xüsusi müsadirə oluna bilər, bir də lisenziya səndən alına bilər. Yəni, digər cinayət tədbirləri. Dəqiqləşdirək, bir də hüquqi şəxslər korrupsiya törətdi, amma əməldə cinayət yoxdur. Neynəyəcəklər? İnzibati xəta ilə, yəni qanunla da
Cinayət də, inzibati xəta da qanun hesab olunur. Qanunla cərimələyirlər. Yox, cinayət olarsa, artıq yenə də qanunla, yəni cinayət məcəlləsində cərimələnə bilər və digər cinayət tədbiri ola bilər. Və nəhayət uşaqlar, deməli, fiziki şəxslər, yəni o vəzifəsi olmayan o adi adamlar belə deyək, onların da əməldə çox sadə yazır ki, cinayət olmasa, təbii ki, cinayət olsa cinayət olacaq, aydın məsələ. Cinayət olmasa, nə olar sizcə bunlara? İntizam, niyə intizam? Adi, məsələn, sənə, tutaq ki, mənə, ya sənə kim intizam verə bilər? O və intizam vəzifəli şəxslərə aid bir şeydir. İnzibati cərimə. Yadda saxlayın, adi adamlar evində işləməyən bir adama kimdir intizam verir? Ona intizam verəcək, o heç arada işləmir axı. Töhmət versinlər. Nə töhmət verirlər orada? Ona görə də intizam gördünmü? Bir söhbət vəzifəli şəxslərdən gedir, amma inzibati bu xətalar məcəlləsi dövlət səviyyəsində ictimai münasibətləri qoruyan bir məsələdir. İnzibati cərimə. Məsəl üçün, maşını düz parkovka eləməmisən, düz parklamamısan, məsələn, cəriməsi var. Sürət həddindən aşmısan, cəriməsi. Bunun da, bəli, cəriməsi var. Əgər cinayət olmasa. Aydındır uşaqlar. Cinayət olsa da möhtəmələn cinayət məsuliyyətinə cəlb olunacaq. Təbii ki, qanun yəni ona yazmağa ehtiyac duymur da. Təbii istənilən adamın əməli cinayət olsa cinayətə cəlb olunur. İndi korrupsiyada deyir cinayət olmasa inzibati qaydada cərimələnirlər. Aydındır məsələ. Bu qədərini oxuyursunuz. Bəli, bu gün düzdür, mən istəyirdim axıra qədər tədris eləyim, amma həm uşaqların olmadığını nəzərə alıram, həm də mövzunun böyüklüyünü. Çünki indən sonraki mövzu çox dəyişilmiş və məlumat verməklə bağlı xüsusi burada yenilənmiş maddələr var. Ona görə onu inşallah sabah ya da bir gün bitirəcək. Oldu, dərsi atarıq qrupa. Ümid eləyək ki,